Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və PMD Project şirkətinin direktoru Nəriman Topçubaşov dövlətimizin başçısına və birinci xanıma Daşaltı kəndinin yenidən qurulması layihəsi çərçivəsində görüləcək işlər barədə məlumat verdilər. Bu layihə yerli memarlıq irsinə sadiqlik, ekoloji davamlılıq və müasir turizm infrastrukturu ilə kənd həyatını birləşdirir. Ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli otel binası, koteclər, ticarət və ictimai obyektlər, o cümlədən informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Layihəyə əsasən təbiət və tarixlə vəhdət təşkil edən geniş turizm imkanları olan kənd məkanının yaradılması nəzərdə tutulur. Daşaltı kəndinin rekreasiya zonası təbiətə minimal müdaxilə prinsipi ilə layihələndirilib və təbiət sevənlərin ətraf mühitlə daha sıx əlaqə qurmasına imkan yaradacaq. Layihə müxtəlif yaş qrupları və maraqlara uyğun fəaliyyətləri özündə birləşdirir, həmçinin funksionallıq, sakitlik və macəra arasında tarazlıq yaradaraq nadir istirahət təcrübəsi təqdim edir. Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. 2 minarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii dekorativ xüsusiyyətlərinə görə Qarabağ Memarlıq Məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən, yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İki mərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək. Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir. Daşaltı, Şuşa, Xocalı və s. Əslində naviqasiya proqramları bu yerləri çoxdan tanıyırdı. Ancaq indi biz konkret ünvanlar axtarırıq. Qarış-qarış bərpa olunan və ev sahiblərini qarşılayan ünvanları. Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Bu tibb ocağının təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Mərkəzdə həmçinin konsultativ poliklinika, uşaq poliklinikası, şua diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılıb.
Müalicə Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunub. Bunlar öz növbəsində mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır. Tibb ocağının ərazisində gigiyena və epidemiologiya mərkəzi, hemodializ və digər korpuslar inşa olunub. İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də geniş miqyaslı işlər həyata keçirilir. Şuşada bu cür müasir tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə Sağlamlıq Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayır. Mərkəzin xidmətlərindən eyni zamanda ətraf şəhər və rayonların əhalisi də istifadə edə biləcək. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni yaşayış kompleksi barədə məlumat verildi. Şuşa şəhərində 4-cü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6,2 hektardır. Ümumilikdə yaşayış kompleksində 274 mənzilin inşası planlaşdırılır. Yaşayış kompleksinin ərazisində zəruri sosial infrastruktur yaradılacaq. Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada geniş miqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bugün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur. Doğma sakinlərinə yenidən qucaq açır. İndiyədək Şuşaya 376 ailə, ümumilikdə 1409 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha 3 layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Onların sırasına mehmanxana, ofis binaları və digər obyektlərin tikintisi daxildir.